Kraliça nə deməkdir? Kraliça qadın başçısı. Bu doğrudur. Yerlə ehsan etmək nə deməkdir? Yerlə ehsan etmək. 10 saniyə vaxtın var. Dağıtmaq. Dağıtmaq, bu doğrudur. Zaman sözünü hansı sözlə əvəz edə bilərik? Vaxt. Doğrudur. Heca nəyə deyilir? Sözün asanlıqla bölünən hissəsini. Doğrudur. Banı sözü ayaq qanuna tabidir yoxsa yox? Tabidir. Nə üçün? Çünki A da U da qalın. Qalın saytlar. Qalın saytlar hansıdır? Qalın saytlar A, I, O, U. İnci saytlar hansıdır? E, I, Ö, Ü. Ş hərfi Cingiltiri samitdir yoxsa kər samit? Çay. Kar, bu doğru cavabdır. Şir sözü neçə hecadan ibarətdir? 1. Bu doğrudur. Ana sözünü sətirdən sətirə keçirmək olar. Xeyr. Qız qalasının hündürlüyü nə qədərdir? 28 metr. 28 metr. Rusiyanın paytaxtı hansı şəhərdir? Moskva. Rəy nə deməkdir? Rədd bir əsərlə bağlı fikrimiz. Əhməd necə obraz idi? Əhməd çox xeyirxah obraz idi. Xeyirxah obrazları necə adlandırırıq? Yaxşı. Necə adlandırırıq? Müsbət. Müsbət obraz. İbrahim, mənfi obraz nə deməkdir? Mənfi obraz pis işlərdə görən. Pis işlər görən obraz, doğrudur. Hansı mənfi obraza bir nümunə göstərə bilərsən? 10 saniyə vaxtın var. Fikirləş. Bir mətni yadına sal. Afərin, kipə girən qarı. Ağca və cırtdanlarda müsbət obraz hansı idi? Müsbət, ağacaydı, bir də ki, cırtdanlar. Doğrudur. Gerda obrazını nə üçün sevdiniz? Nə üçün sevdin? Yadına düşür hansıdır? Mən. Aha, nə iş görmüşdü? Niyə xoşun gəldi ondan? Mən çünki Gerda Səma cavab ver. çünki Gerda mən deyim də mən. Defora. Dostunu o axtarmağa getdi. Tək başına heç nədən qorxmadan dostunu axtarmağa getmişdi. Təşəkkür edirəm hər birinizə, əyləşin.